Salam əzizlərimiz, biz bu günlərim Şahin TV kanalından sizi salamlayırıq və bu günlərim sizə Azərbaycan xalqının bütün vətəndaşlarına buradan səslənirəm və bizim bir Gülü xalamız var, Bakıda yaşayır. Hal-hazırda ünvanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakinidir. Qaraciyərdən əziyyət çəkir və bütün vətəndaşlarımızdan Şahin TV olaraq kanalımızın adından da çox xahiş edirik ki, hər birimiz Azərbaycanın bir vətəndaşıyıq, hər birimiz üçün də o da bizim bir anamızdır. Allah şəfasını versin və sizdən ricam budur ki, o insanın kartına 1 manat da belə olsa əsirgəməyəsiniz və Gülü xanamıza, Gülü anamıza güclü bir dəstək lazımdır ki, bu insanın müalicəsi üçün pul yığılmalıdır və verilməlidir. Hal-hazırda Gülü xanımın orada kart nömrəsi də var. Zəhmət olmasa onu oxuyarsınız. Və əziz izləyicilərimiz, sizdən bir daha xahiş edirəm ki, 1 manat belə olsa, yəni əsirgəməyək, Gülü anamıza dəstək olaq, onu bu çətin vəziyyətdən qurtaraq. Mənim sizdən bir xahişim varsa o da budur. Allah sizi qorusun, Allah bütün vətəndaşlarımızı qorusun, Allah bizim prezidentimizi qorusun, Allah və bu günlərin bizim ölkədə yaşayan bütün Azərbaycan xalqına mən inanıram və inanıram ki, heç biriniz dəstəyinizi əsirgəməyəcəksiniz və Gül anamıza dəstək olacaqsınız. Öpürəm sizi, var olasınız. Keçən hal-hazırda vəziyyətini izləyək, bax görək nə vəziyyətdədir insan, necə əziyyət çəkir xəstəlikdən, izləyək, bax vəziyyətlərimiz. Ben neçə aydır Qaraciyərdən puldan gətirəm. Mən 3 ildir yatıram, müalicə kimi çəkirəm. 2 ayda qaldım. Sizə xahiş edirəm. Qardaş, bacıdan, hamımızdan çox minnət xahiş edirəm sizdən. Mənə kömək edin. Mənim 2 dənə balam var, 2 aya qaldım. Zəhmət çəkirəm. Bu ağrıdan dözəmirəm. Ölürəm, yataqdan duramıram, qalmışam. Mustaf çiğneydi. Neyim, ne gücüm çatmıyor. Çaya dalır, pulum yok, eşmeğim yok. Ağlarım da. Size xahiş edirəm, sizin ne gücüm çatırsa, mənə kömək edin. Yalvarırım sizə. Sizə çox yalvarırım, çox əziyyət çəkirəm.